Məlumat verdiyimiz kimi Azərbaycanın rayonlarında hava soyumağa başlayıb. Bu soyuq hava dalğası qardaş ölkə Türkiyədə də təsirli olacaq. Yeni Sabah az məlumat verir ki, Meteorologiya Departamenti aprelin 2-nə olan hava proqnozunu açıqlayıb. Yeni hesabata əsasən ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür. Temperatur 6 dərəcə aşağı enməkdə davam edəcək. Yağışlar növbəti 5 gün ərzində də təsirli olacaq. Proqnoza görə bütün ölkə ərazisinin dəyişkən buludlu olacağı, arabir yağış yağacağı, şimşək çaxacağı təxmin olunur. Yağışlar Qərbi Aralıq dənizi sahilləri, Şərqi Aralıq dənizi, Cənub-Şərqi Anadolunun, Qərbi-Şərqi Anadolunun, Cənub-Şərqi və Kocaeli, Muğla, Düzce, Bolu, Tunceli, Bingöl və Siirt ətrafında yerli olaraq güclü olacağı proqnozlaşdırılır. Aralıq dənizi, Cənub-Şərqi Anadolu və Cənub-Şərqi Anadoluda toz daşımalarının görüləcəyi təxmin olunur. Şimal və şərq rayonlarında havanın temperaturunun 3-6 dərəcə aşağı enəcəyi, digər yerlərdə isə ciddi dəyişikliyin olmayacağı qeyd edilib. Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecəyə doğru bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.